Xəbər verdiyimiz kimi Abşeron rayonunda 31 yaşlı Rasif Abdullayevin ölümü ilə nəticələnən hadisə baş verib. O, tanımadığı şəxslərlə mübahisə edib və nəticədə qətlə yetirilib. Mərhumun qohumu Vüsal Abdullayev hadisə barədə danışıb. Rasifin adı indiyə qədər heç bir pis əməldə hallanmayıb. Hadisə baş verən ərazidən keçərkən burada bir münaqişənin olduğunu görüb maşınını saxlayıb. Tərəfləri ayırmağa, sakitləşdirməyə çalışıb. Bu zaman ona 2 bıçaq zərbəsi vurulub, biri ürəyindən, digəri isə ciyərindən. Qonşulardan eşitmişik ki, bıçağı bura gətirən də, onu Rasifə verən də Ayxan olub, deyə o qeyd edib. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Ayxan Aslanov və 20 yaşlı Ceyhun Cəbrayılov artıq saxlanılıblar. Faktla bağlı araşdırma aparılır. Bakı şəhəri Binəqədi rayonu Fatmayev Bağlar massivində oğurluq etdiyinə görə tutulmuş 2 nəfərin məhkəməsi başa çatıb. Doğru Xəbər Azərbaycan bildirir ki, Binəqədi rayon məhkəməsində 1995-ci il təvəllüdlü Fuad Babayev və dostu 1993-cü il təvəllüdlü Samir Müseybova hökm oxunub. Məhkəmədə bildirilib ki, hər iki şəxs Fatmayev 2 bağ evinə gizli şəkildə daxil olaraq evlərdən antik əşyaları, elektronik avadanlıqlarını oğurlayıblar. Onlar oğurladıkları əşyaları paytaxtın mərkəzindəki antik əşyalar mağazasında və ikinci əl əşyaların satışı ilə məşğul olan şəxslərə satıblar. Zərər çəkmiş şəxslərdən biri bildirib ki, bir ilmiş işlərinin çoxluğu ilə bağlı bağ evinə baş çəkmirmiş. O evə getdikdə oradan oğurluq edildiyini və dəyəri 4000 manat olan qədim samavarını, eləcə də bir neçə digər əşyaların oğurlandığını görüb. Polisə məlumat verildikdən sonra oğurluq törətmiş şəxslər saxlanılıb, barələrinə cinayət işi açılıb. O da məlum olub ki, oğurluğa görə məsuliyyətə cəlb edilən şəxslərdən 33 yaşlı Samir Vətən müharibəsi iştirakçısıdır və bir neçə medalla təltif edilib. Onun ilk dəfə cinayət törətməsi, Fuadın isə əvvəllər də məhkumluğunun olması qeyd olunub. Məhkəmənin hökmü ilə Fuad Babayevə 2 il həbs cəzası verilib. Samir isə 2 il 6 ay müddəti azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elektron qolbaq taxılıb. Lənkəranda sürücü sükan arxasında ölüb. Hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib. Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehmanoğlu Nuriyev idarə etdiyi VAZ 2107 markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib. Onun infarktdan öldüyü açıqlanıb. Faktla bağlı araşdırma başlanılıb. Şəmkirdəki qəzada xəsarət almış 5 yaşlı uşaq da vəfat edib. Bir neçə gün öncə Şəmkir rayonu Əli Yaqublu kəndində qəzaya düşərək ağır xəsarət almış 2021-ci il təvəllüdlü Qoşqar Aslanov yerləşdirildiyi Şəmkir rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib. Məlumat üçün bildirək ki, qəzada Aslanovun atası Əlizamin Aslanov, İlahə Məmmədova, Elvin Məmmədov, Hicran Həmzəyeva, Zəhra Vəliyeva da həlak olub. Yaralı sayı isə 5 nəfərdir.